Salam uşaqlar. Bugün çox abituriyentin və şagirdin səhv saldığı suala baxaq. Hansı ki bu sual qəbula çox düşmüş suallar siyahısındandır. İlk öncə gəlin şərtlə tanış olaq, daha sonra izaha keçək. Bizdə şərtdə deyir ki, silindirdə Porsche'nin altında olan buxarın izotermik genişlənməsi zamanı halının dəyişməsi PV koordinatlarında təsvir olunmuşdur. Koordinatın AB və BC hissəsində buxarın kütlələrini müqayisə etmək lazımdır. İlk öncə bizə şərtdə temperaturun sabit qaldığını və yəni izotermik dediyi üçün temperatur sabit qalıb və genişlənmə deyirsə, o zaman onun həcmi artır. İndi ayrı-ayrı mülahizələr aparaq. A-dan B-yə doğru getdikcə şərtdə qrafikə diqqətlə fikir baxsam, görürəm ki, A-dan B-yə doğru getdikcə təzyiq sabit qalıb. Yəni P konstant qalıb. Həmçinin şərtdə mənə temperaturu da sabit vermişdi. İndi mən buradan belə bir qərara gələ bilərəm ki, həm təzyiq, həm də temperatur sabit qalırsa, bu buxar hansı buxardır? Bu buxar doyan buxardır. Doyan buxarın özünə xas əlamətləri var idi. Hansı ki, doyan buxarda əgər P, daha doğrusu T sabit idisə, T-dən əlavə olaraq təzyiq, sıxlıq, konsentrasiya bunların hər biri sabit qalacaq. İndi mən görürəm ki, şəkildə sıxlıq və konsentrasiya da sabit qalmış oldu. Kütlənin düsturunu yazsam, M bərabərdir Rho V. Şərtdən göründüyü kimi biz sıxlığı sabit qəbul etdik. Amma həcm dəyişdi. Həcm qiyməti nə eləmiş oldu? Artmış oldu. O zaman həcm artırsa, deməli buxarın kütləsi də artmış olacaq. Yəni AB hissəsində buxarın kütləsi artar. Digər varianta keçdikdə isə B-dən C-yə doğru getdikcə görürəm ki, təzyiqlə həcm bir-birindən tərs aslığa girir. Bu ideal qaz qanunlarına tabidir. Yəni doymayan buxardır. Doymayanda temperaturun sabit qiymətində, hansı ki bizə temperaturu şərtin əvvəlində verib sabitdir. Temperaturun sabit qiymətində təzyiq həcmdən tərs asılıdır. Şərtdə göstərilir ki, həcm qiymətcə artır. Lakin təzyiq qiymətcə azalacaq. Rho bərabərdir MP böl RT ifadəsinə görə əgər təzyiq azalırsa, deməli sıxlıq da azalmış olacaq. Doymayan buxarda M bərabərdir Rho vurulsun V-yə. Şərtdən görürəm ki, həcm qiymətcə artıb, lakin sıxlıq qiymətcə azalıb. Bu zaman buxarın kütləsi sabit qalacaq. Ümumiyyətlə, doymayan buxarda buxarın kütləsi heç vaxt dəyişmir. Orada maye olmadığı üçün və yalnız buxar olduğu üçün orada buxarın kütləsi dəyişməyəcək. Yəni, AB hissəsində artacaq, BC hissəsində isə dəyişməyəcək. Doğru cavab A variantı.